Klavir suitası. Fransa və İngiltərədə kübar instrumental sənəti əlverişli ictimai şərait nəticəsində intensiv inkişaf edirdi. Burada başqa ölkələrdən əvvəl klavir məktəbləri formalaşdılar və məişət musiqisi, lütniya sənətinin ənənələri ilə bağlı olan klavir janrları sürətlə inkişaf etdilər. Bunlar Fransada rəqsvari suita, İngiltərədə isə variasiyaları idi. 17-ci əsrdə Fransada qüdrətli mütləqiyyət dövləti yarandı. Onun çiçəklənməsi 16-cı Ludoviqin dövrünə aid idi. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində fransız saray əhlinin həyatında rəqs böyük məna əldə etdi. Buna parlaq sübut kimi Lullinin yaradıcılığında, nəinki baletlərində, hətta operalarında da xoreoqrafik sənətə olan xüsusi yeri nümunə göstərə bilərik. Fransada kübar məişətin bütün şəraiti kübar instrumental musiqinin və məhz rəqs formalarının erkən inkişafı üçün əlverişli zəmin yaradırdı. Fransa klavesinin məktəbinin əsasını qoyan Jacques Champion daha çox Chambonnier adı ilə məşhur olan musiqiçi sayılırdı. Chambonnier klavesin ifaçısı kimi sarayda çıxış edirdi və onun bir çox şagirdləri var idi. Onlardan ən istedadlısı olan Louis Couperin idi. Louis bir neçə fransız musiqiçilərinin nəslindən olaraq Couperin ailəsinin ilk məşhur nümayəndəsi idi. Chambonnier məktəbi Baxın yaradıcılığında özünün ən yüksək zirvəsinə qalxan klavesin suitasının formalaşmasında əhəmiyyətli rol oynamışdı. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərinin kamil klassik suitasının əsas hissəsi iki cür təzadlı rəqslərdən ibarət olan silsilədir. Allemanda kuranta və sarabanda jig. Rəqslər məhz bu ardıcıllıqla yerləşdirilirdi. Rəqslər müxtəlif milli mənsubiyyətə və xarakterə malik idi. Allemanda kiçik xanə xaricili 4 ölçülü alman rəqsidir. Çıxış üçün rəqs Allemanda axıcı, təmkinli, tələsməyən xarakter daşıyırdı. Kuranta İtalo-fransız mənşəlidir. Allemandadan 3 saylı ölçüsü və daha qızğın hərəkəti ilə seçilirdi. Qeyd etdiyimiz xarakterinə baxmayaraq rəqs axıcılığını və təmkinliliyini saxlayırdı. Buna rəqsin İtalyan adı işarə edilirdi. Corrento, yəni axıcı deməkdir. Kuranta adətən kiçik xanə xaricidən başlayırdı. Sarabanda suitanın ən ağır templi, İspan mənşəli rəqsidir. Daha çox qəmli, əzəmətli, bəzən patetik ehtiraslı xarakterə malikdir. Sarabanda 3 saylı ölçüdə və adətən akord quruluşunda yazılırdı. Rəqsdə xanə xarici yox idi. Jiga silsilənin son nömrəsi idi. İngilis mənşəlidir. Suitanın ən hərəkətli rəqsidir. Onun tullanma xarakteri adətən punkter ritmlə və melodiyada sıçrayışlarla verilirdi. Jigaların çox hissəsi 3 saylı və 6 saylı ölçülərdə bəstələnirdi. Bu əsas rəqslərdən əlavə silsilədə rəqs xarakterli olmayan girişlər verilirdi. Preludiya, uvertura, takkata. Bəzən suitaya adətən sarabanda və jiga arasında başqa rəqslər də əlavə olunurdu. Əlavə rəqslər arasında daha çox menuet, qavot və breyə rast gəlinirdi. Menuet silsilənin əsas hissələri ilə müqayisədə daha gec dövrdə yaranmış rəqsdir. Bu rəqs Fransada 17-ci əsrin ikinci yarısında yayılmış və oradan başqa ölkələrə keçmişdi. 18-ci əsrdə isə az qala ən məşhur nəzakətli əsrin ruhunu ifadə edən rəqsə çevrilir. Rəqsin ədalı, reverans və baş əymələrindən ibarət olan plastikası, sanki məhəbbətini nəzakətlə bildirməsi rokoko üslubunun klassik ifadəsi idi. Menueti kiçik addımcıqlarla rəqs edirdilər. Menuet 3 saylı ölçüdədir. Qavot və bre eyni ilə fransız mənşəlidir. Rəqslərin ikisi də 4 ölçülüdür və xanə xarici ilə başlayır. Suita hissələrinin birləşməsinə yardım edən kompozisiyon üsullara baxmayaraq, əsərin ayrı-ayrı nömrələri arasındakı əlaqə hələ də nisbətən zəif idi. Suita olan hissələr sonatada olduğundan daha müstəqil idilər.